məqamda biz bir daha Ülker xanıma səhnəni Necə məsləhət? vermək istəyəcəyik. Buyurun Ülker xanım. Hasretin araya saldı dağlara, sönen ışık oldu, batan ses oldu. Kayıt benim gülüm, kayıt bu yere. Ey benim istəyim, nə gəlməz oldu. Qayıt mənim gülüm, yerbəyə, dərdli səhərləri, gecələri sən. Qayıt yerine koy hayır güneşi, qayıt gözün nuru könlüm ateşi, qayıt səhmana sal bu kainatı, ne gelmez oldu, ne gelmez oldu. Ümitler arasına paran-parandır, qalbə təsəllidir xatirələrim. Bir halımı soruş, könlümü dindir. Akşamlar yadıma düşür seherim. Qayıt benim gülüm, yerbəyə, dərdli səhərləri, gecələri sən. Qayıt yerine koy hayır güneşi, qayıt gözün nuru könlüm ateşi, qayıt səhmana sal bu kainatı, ne gelmez oldu, ne gelmez oldu.
Gözüne gelmez oldu. Teşekkür Sağ ederim. olun, teşekkür Sərxan. ederim. Bir qadın ürəyinin, qəlbinin, ruhunun haykırtısı var bu mahnıda. Var. Qadın sevgisi hətta o qədər mistik bir şeydir ki, o tilsimi belə qıra bilər. Bu Yunus müəllimin sözləridir. Bəli. Çox bir doğru. Əsərində qadın mövzusuna belə də ötəri də olsa toxunub. Törələri. Toxunub və əslində qadın böyük qüvvədir, amma gərək onu düzgün yönəltməyi bacarasan. Bu halda qadın qurucu olur, deyir Yunus müəllim Şah Arvadı və Cadügər əsərində. Amma özü daim türk sərkərdələrindən yazır. Onun qəhrəmanları türk kişiləridir, erkəkləridir, sərkərdələridir. Qadınlardan az yazır. Qəhrəman Amma bir mahnını ayaqüstə alqışlayır. dişisi aslanı olmaz. Niyə qadından Ben az size yazırsınız? diyeyim. Yo. Niyə qadından az yazırsınız? Bizim törelerimiz var. Yani buyruklarımız var. O vaxtdan gelen 33 buyruğumuz var. Dede Korkut'ta da buyruklar var. Hanımefendi, kadın devlet kurar, erkek ordu. Bu ne demeydi? Bilirsiniz ne demeydi? Böyük fəlsəfi mənası var, düzdür. Devletin merkezinde kadın duracak. İdare eləyəcək. Bugün elə Azərbaycan ailəsinin mərkəzində də Azərbaycan qadını durur. O Azərbaycan qadının verdiyi tərbiyədir, onun nəticəsidir ki, bugün bu oğullarımız, igid oğullarımız torpaqlarımızı azad elədilər. Elə Dede Korkut'ta yazırdılar ki, at sürmeyen kızı almazlar. Dede Korkut'ta da var bu. Siz təsəvvür eləyin. Türk seriallar gedir. Mən ancaq o tarixi şeylərə baxıram da. Bacıyanlar var. Döyüşən qızlar var. Bunların birine yaxın durmaq olmur. Sən igid olmasan, qəhrəman olmasan, gedib onun birini ala bilməzdin. Bax, indi söhbət bundan gedir. Seriallardan danışdınız. Yeri gəlmişkən Atabəylər Bəli. artıq Azərbaycan ekranlarına çıxdı. Bu ilk demək olar ki, tarixi serial sayıla bilər də. İdeyanı mən vermişəm. Bəli. Mən bunu yazdım Atabəylər İldəniz. Hatta mən Türkiye'de o roman